Salam hər kəsə izləyicilərimiz. Bugünkü videomda sizinlə birlikdə 23 apreldə keçirilən sınaq imtahanı 7-ci sinifin Azərbaycan dilindən olan fənnindən cavablarına, izahına baxacağıq. Gəlin, vaxt itirmədən başlayaq. Testimiz gördüyünüz şəkildə idi. Əvvəlcə sizə bir mətn verib. Əgər siz bu mətni oxudunuzsa, artıq mən doğru cavabları qeyd edəcəm. Videonu dayandırıb mətni oxuya bilərsiniz. Birinci sual deyir ki, bu qlobus dövrümüzdəki gəlib çatmışdır və hal-hazırda Nürnberg şəhər muzeyində saxlanılır cümləsini mətnin neçənci abzasından sonra artırmaq lazımdır. Burada doğru cavabımız olacaq idi C variantı. İkincisində, mətndəki hadisələrin ardıcıllığı hansı bənddə düzgün verilmişdir? Burada ikinci sualda cavabımız olacaq idi B variantı. Üçüncüdə, üzərinə rəqəm yazılmış hansı söz məcazi mənada işlənmişdir? Üçüncüdə doğru cavabımız olacaq idi D bəndi, yəni 4. Dördüncüdə, altına xətt çəkilmiş söz haqqında doğru fikir deyil. Mətndə altına xətt çəkilmiş sözümüzə verib ki, mühafizəçisi sözündə deməli dördüncü sualda doğru cavabımız olacaq B variantı. Beşincidə, mətnə görə düzgün olanı seçin. Burada beşincidə cavabımız olacaq D variantı. Altıncısında qarşı sözünün qoşma kimi işləndiyi cümləni müəyyən edin. Burada deməli 6-cı sualda doğru cavabımız olacaq D bəndi. 7-cidə nümunədə hansı köməkçi nitq hissəsi işlənmişdir? Çəkdi illər bu dərdi, çəkən bilər bu dərdi, könlümdən silsə ancaq yarım silər bu dərdi. İndi burada doğru cavabımız olacaq deməli 7-ci sualda Y variantı, yəni ədat. 8-cidə hansı bağlayıcına əvvəl vergül qoyulur? 8-cidə doğru cavabımız olacaq B variantı. 9-cuda ancaq sözü hansı nümunədə bağlayıcıdır? 9-cu sualda cavabımız olacaq C variantı. 10-cu sualda deyir ki, əmr ədatı işlənmiş cümləni seçin. 10-cu sualda doğru cavabımız olacaq Y variantı. Yəni, qoy heç kəs bilməsin. 11-cidə qoşunlar da məsələ haqda səncə düşünürlərmi? Cümləsində altına xətt çəkilmiş sözün hər iki tərəfində vergül qoyularsa, onda söz morfoloji baxımdan nədir? Burada səncə verib. 11-ci sualda buna görə də cavabımız olacaq D variantı. Yəni modal söz. Demək ki, 12-ci sualda isə deyir ki, cümlələrin birində nida işlənib. 12-ci sualda da doğru cavabımız olacaq D variantı. Ay qardaş, sənə kömək elə. Ay qardaş, yəni çağırış nidası. Daha sonra köməkçi nitq hissələri hansı haqda doğru fikri seçin. 13-cü doğru cavabımız olacaq D variantı. Qoşmalar şəkilçi qəbul edə bilir. Daha doğrusu üzr istəyirəm. D variantı. Hansı nümunədə vergüldən düzgün istifadə olunmamışdır? 14-cü sualda doğru cavabımız olacaq Y variantı. 15-ci sualda isə deyir ki, omonimlik haqqında məntiq hansı nümunədə pozulub? Burada doğru cavabımız olacaq idi D variantı. Beləliklə, bugünkü sınağımızın da, testimizin də sonuna gəldik. Kanala abunə olub, videoları bəyənməyi, like atmağı unutmayın. Daha çox abunə, daha çox həvəs.